Sonsuzluq üçün heç vaxt verməməli olduğunuz 3 analiz. Eçeley uyğunluğu analizi. Çoxlu cütlər sonsuzluq zamanı bu testi verirlər, tərəfdaşların genetik uyğunluğunun hamiləlik üçün əhəmiyyətli olduğunu düşünərək. Lakin bu araşdırmanın klinik əhəmiyyəti yoxdur və sonsuzluq diaqnozu üçün tələb olunmur. Trombofiliya analizi. Trombofiliya qan laxtalamasının pozulmasıdır və bu hamiləliyin itirməsinə səbəb ola bilər, amma sonsuzluğa səbəb olmaz. Əgər sizdə təkrarlanan düşüklər və ya trombofiliya əlamətləri yoxdursa, bu analizi vermək lazım deyil. Hər iki tərəfin karyotip analizi. Karyotip analizi, yəni xromosomların genetikası tədqiqatı yalnız bir neçə uyğusuz süni maylamat cəhdi və ya genetik problemlər olduğu halda tövsiyə olunur. Çox cüt üçün bu analiz lazım deyil və onun verilməsi vaxt və maliyyə etkisinə səbəb ola bilər. Sonsuzluq zamanı diaqnostik məqsədi ilə aparılan müayinələr sizin konkret vəziyyətinizə uyğun olmalıdır. Ən yaxşısı vaxt və pulunuzu həqiqətən vacib olan analizə sərf etməkdir.